Azərbaycanda vəzifəli şəxsin iştirakı ilə yol nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Qax rayonunda baş verən avtomobil qəzası bir piyadanın ölümü ilə nəticələnib. Hadisə zamanı Toyota markalı minik avtomobili hərəkətdə olarkən piyadanı vurub. İlkin məlumata görə sükan arxasında Zaqatala şəhər sakini Turan Əsədov olub. Məlumata əsasən Turan Əsədov Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır. Hadisə rayonun Ləkit kənd ərazisində baş verib. Hadisədən dərhal sonra sürücü yaralanan piyadanı avtomobili ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq piyadanın həyatını xilas etmək mümkün olmayıb. Hazırda hüquq mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır. Qəzanın hansı şəraitdə baş verdiyi, piyadanın yolu keçib keçmədiyi, sürücünün hərəkət qaydalarını pozub-pozmadığı və digər detallar müvafiq ekspertizalar əsasında müəyyən ediləcək. Baş verən hadisə ilə bağlı rəsmi qurumların açıqlamaları gözlənilir. Bizə dəstək olmaq üçün videonu bəyənin, ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.